Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə oktet qaydası və kimyəvi rabitə dərsində öyrəndiklərinizi yoxlayın blokunda olan tapşırıqların izahına diqqət yetirəcəyik. İlk sualda şərtdə bildirilir ki, atomun kimyəvi stabilliyi nə deməkdir? Ümumiyyətlə kimyəvi stabillik, yəni o deməkdir ki, elementin xarici elektron təbəqəsində 8 elektron olsun və bu zaman element kimyəvi olaraq stabil sayılır. Məsələn, təsirsiz qazlara bunu nümunə göstərə bilərik. Məsələn, deyək ki, neon təsirsiz qazdır. Sıra nömrəsi 1s2, daha doğrusu sıra nömrəsi 10-a bərabərdir. 1s2, 2s2, 2p6 elektron formuludur. Və diqqət etirsək, neonun nüvəsi, nüvənin ətrafında energetik səviyyələr var. Birinci energetik səviyyə, bu da ikinci energetik səviyyə. Birinci energetik səviyyədə diqqət edirik ki, 2 elektron var. 1, 2 elektron. İkinci energetik səviyyədə 2 üzərinə gəlsin. 6, 8 elektron var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz də deyirik ki, kimyəvi stabillik nədir? Xarici energetik səviyyəsində, bu neonda xarici energetik səviyyə hansıdır? Bax, kənarda olan. Bu xarici energetik səviyyədir. Xarici energetik səviyyəsində 8 elektronu olanda kimyəvi stabil olur. Burada da görürük ki, ikinci energetik səviyyə xaricidir və 8 elektronu var. Ona görə də kimyəvi cəhətdən stabil sayılır. 2-yə diqqət yetirək. Flor və alüminium atomlarının xarici təbəqələrinin oktet qaydasına uyğun tamamlanma sxemini tərtib edin. Flor bildiyimiz kimi baxın 7-ci qrupda yerləşir. O təsirsiz qazlardan, deməli məsələn neona yaxın ola bilər. Flora diqqət yetirək. Florun 9 deməli protonu var. 9 protonu var neytral halda. 9 da elektronu olur. Əgər o elektronları heliumun deməli elektronuna tamamlasa flor, heliumun neçə elektronu var? 10 elektronu var. Əgər florda da biz 10 elektron yazsaq, bu zaman 9 protonu var. Yükü nə olur? -1. Yəni 1 mənfi. -1 olur və deməli yük 1 vahid azaldığına görə sıfırdan gedir -1-ə 1 vahid azalırsa, elektron sayı 1 vahid artır. Baxın 9 idi, oldu 10. Elektron sayı 1 vahid artırsa burada yazıram +1 elektron. Yəni 1 vahid artır. 1 elektron alaraq. Əgər iyonun yükü azalırsa, element elektron alır deməkdir. 1 elektron alaraq deməli -1 yüklənir. Və eləcə də bizə nə deyirdi? Flor və hansı element? Səvərəmsə alüminium. Alüminiuma diqqət yetirək. Biz dedik metallar həmişə müsbət yüklənir. Yəni onlar elektronlarını verirlər. Alüminium sıra nömrəsi 13-dür. Baxın, alüminiumun sıra nömrəsi 13-dür. Və əgər desək ki, alüminium sıra nömrəsi 13, neytral halda elektron sayı 13-dür. Özünü neonun deməli elektron sayını 10-a tamamlasa əgər 13 protonu var. Yükü neçə olar? 3 müsbət. Yükü oldu 3 müsbət. Yük 3 vahid azaldısa elektron sayı deməli yük 3 vahid artdısa elektron sayı 3 vahid azalıb deməkdir. Əvvəl 13 idi, oldu 10. Yəni elektron sayı 3 vahid azalıb. -3 elektron və bundan əlavə iyonun yükü artıbsa, sıfırdan gedib müsbət 3-ə, deməli elektron verib. Əgər yük artırsa, atom elektron verib deməkdir. Deməli alüminium 3 elektron verərək, flor isə 1 elektron alaraq özünü deməli təsirsiz qazların elektron konfiqurasiyasına tamamlayırlar və xarici energetik səviyyələrində olur 8 elektron. Bu da adlanır oktet qaydası. Daha sonra 3-cü sual. Hansı elementlər elektron alaraq arqona oxşaya bilər? 2 nümunə yazın. Elektron alaraq. Deməli, məsələn, biz burada nə nümunə yaza bilərik? Baxaq, məsələn, 6-cı qrup elementlərindən kükürd, məsələn, arqona yaxındır. Düzdür, kükürdə baxaq. Kükürdün 16 protonu var. Neytral halda 16 elektronu var. Əgər o özünü arqona tamamlasa, arqonun 18 dənə protonu var. 16 da, deməli, 16 protonu 18 elektronu olur da, yəni. Arqona tamamlasa özünü elektron sayını 16, görürük ki, elektron sayı 2 vahid artdısa, yük 2 vahid azalmalıdır. 0 idi, olur nə? 2 mənfi və elektron sayı artdısa, deməli 2 elektron nə olub? Alıb. Plus 2 elektron. 2 elektron alıb, deməli 18-ə tamamlandı. Və eləcə də kükürddən əlavə, məsələn, biz burada nə deyə bilərik? Xloru məsələn nümunə yazaq. Xlor neytral halda proton sayı 17-dir. Arqona tamamlasa əgər özünü 18 elektronu olmalıdır. Yükü də olar nə? -1. Yük 1 vahid azaldısa elektron sayı 1 vahid artır deməkdir. Plus 1 elektron
və bir deməli yükün sayı azaldısa elektron alıb deməkdir. Çünki mənfi yüklənir.